Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Quran-ı Kerimdən 125 kəlməni öyrənməklə onu asan anlamağın 50%-ni anlamağı hədəflədiyimiz dərslərimiz davam edir. Dərsimizdə indiyə qədər öyrəndiyimiz sözlərin əksəriyyətinin və bu dərsdəki sözlərlə birlikdə dilimizdə işlədiyindən Qur'an-ı Kərimin bizə necə də doğma olduğunun şahidi olacaq inşallah. Növbəti kəlməmiz əbun, ata deməkdir və Qur'an-ı Kərimdə 117 dəfə təkrarlanır. Adətən bir şey icad edənə, həyata keçirənə də ata deyilir. Buna görə də Peyğəmbər sallallahu aleyhi və səlləm də möminlərin atası adlanır. Əmi və ata, ana və ata birlikdə əbəveyn, iki ata deməkdir. Eyni ilə baba da ata ilə yanaşı valideyn hesab olunur. Təbii ki, müəllim də ata statusundadır. Quran-ı Kərimdə əbuhum, əbahum, əbahum, əbikum, əbeyna, əbəti və əbau ki cəmidir, belə rast gəlinir. Yusif surəsi 100-cü ayə. Və qalə ya əbəti həza təvilu rüyaya min qəblu. Və qalə və dedi ya əbəti, ey atam, ata, həza təvilu rüyaya, bu yozumudur, rüyamı min qəblə, daha əvvəlki yuxumun yozumudur. Ummi, ümmə, ana deməkdir. Eyni zamanda tərbiyəçi, başlanğıcı üçün bir şeyə əsas olana da biz ana deyirik. Məkkə Mükerrem Quran-ı Kərimdə Ummul Qura deyərək zikr edilmişdir. Yəni şəhərlərin anası. Və Quran-ı Kərimdə ümmə, ümmiki, ümmiyə, ümməhatu kimi rast gəlinir. Zuhruf surəsi 4-cü ayə. Və innəhu fi ummil kitab lədəyna ləəliyyü hakim. Və innəhu, həqiqətən o, fi ummil kitab, kitabların anasındadır, ana kitabdadır. Lədəyna ki, qarşımızdadır, dərgahımızdadır. Ləəliyyü hakim və ucadır və hakimdir, hikmətlidir. Əxun, qardaş deməkdir. Quran-ı Kərimdə 75 dəfə təkrarlanır. Li əxvanihim və ixvanihim əxihi, ixvan elə qardaşın cəmidir. Ərəf surəsi 151-ci ayə. Və qalə Rəbbi ixfirli li əxi ədxilnə fi rəhmətik. Və qalə dedi, Rəbbim ixfirli, bağışla bizi, bağışla məni, və li əxi, qardaşımı, ədxilna, daxil et, fi rəhmətik, rəhmətinə daxil et. Uxtun, bacı deməkdir. Uxtə, əxvatun, ixvatun kimi rast gəlinir. Məryəm surəsi 28-ci ayə. Ya uxtə Haruna, məkana əbuki və mra və savh və ma kanət ummiki bəğiyyə. Ya uxtə, ey bacı Harun, Harunun bacısı, məkanə deyildir, əbuki atan, əmraə adam, sav pis adam deyildir. Və məkanət və deyildi ummiki anan bəğiyyə iffətsiz. Növbəti kəlmələr bir vələdə doğulma feilindən törənən və bir-birlə bağlı kəlmələrdir də ki, əksəriyyəti də dilimizdə eyni mənayla işlədilir. Vələdun, uşaq deməkdir, adətən oğlan uşaqlarına deyilir. Validun, ata deməkdir. Validətun, ana deməkdir.
Valideyn, təbii ki, valideyn biz bilirik bunu özümüz elə hər şəkildə işte övlad eyni mənadır. Mövlud, mövlud burada bir balaca istisna var. Qurani-Kərimdə bəzi şəkildə eyni zamanda doğumda iştirak edən, adətən doğulma anı, doğulma yeri, məkanı kimi tərcümə olunur və eyni zamanda bəzi hallarda isə Qurani-Kərimdə ata mənasında istifadə kimi tərcümə olunur. Bəqərə surəsi 233-cü ayə. La tudarra validetun bi veladiha ve la mevludun lahu bi veladihi. Ve la tudarra zarar görməsin validetu ana validiha o evladına göre, uşağına göre ve la mevludu lahu ve ata bi validihi evladına, uşağına göre. Nə bir ana uşağına göre, nə bir ata uşağına göre zərər çəkməsin. Loğman surəsi 33-cü ayə. Vəxşəv yəmmə lə yəczi vəlidən ən vələdihi. Və vəxşə qorxun yəmmə o gündən ki lə yəczi heç bir fayda verməz. O cəza sözündəndir ki, əvəz verməz, əvəzi görməz və fayda verməz. Validun ata ən vələdihi oğluna görə, evladına görə. Ata oğluna heç bir fayda verməyəcəyi bir gündən qorxun. İsra surəsi 23-cü ayə. Və qəda rabbuka Allah ta'budu illa eyyahu bi valideyni ihsana. Ve gada buyurmuştu Rabbuka Rabbin ela ta'budu yalnız ibadet edin illa eyyuha yalnız ona bi valideyna ve valideynlərinize ihsanda olun, ihsan etmeyi, yaxşılıq etmeyi əmr etmiştir. Eyni zamanda bu ayədə bir əmr formasında olan bir ayə də var ki, kəlam da var ki, onu da valideynləri həyatda olanlar üçün bu çox vacibdir ki, sonraki peşmançılıq olmasın. Allah Teala buyurur ki, fəla təqul ləhuma uffi və la təqul və demə ləhuma onlara uffi, uf belə demə. Allah Teala bizə valideynlərimizi haqlarını riayət etməyi bizlərə nəsib eləsin. Dünyadan köçən valideynlərimizə də Allah Teala rəhmət və məğfirətini nəsib eləsin. İndi isə öyrəndiklərimizi qısaca olaraq da təkrarlayaq. Birinci kəlməmiz əslində birinci, yəni 115-ci kəlmədir. Əbun, ata, ummu, ana, əxun, qardaş, uxtun, bacı, vələd, uşaq, adətən oğlan uşağına, validun, ata, validətun, ana, valideyn, əvlad, evladdır və mövlud, doğulma anı, doğulma yeri. Bununla da bu dərsimizi də yekunlaşdırdıq. İnşallah növbəti dərsimizi, sonuncu dərsimizi də görüşmək ümidi ilə. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.